Daha əvvəlki videoda biz gördük ki, səs yaxşı gəlmir. Ona görə bu videonu təkrar çəkməyə qərar aldıq. Deməli, su kifayət qədər içməyəndə orqanizmdə maddələrin mübadiləsi zəifləyir, daxili orqanlarda problemlər yaranır, üzdə, dəridə qırışlar yaranır. Maddələrin mübadiləsi zəiflədiyi üçün bu daxili orqanlarda bir sıra problemlərə yol açır. Eləcə də orqanizmin özündə qocalmaya və artıq yağların yığılmasına, toplanmasına səbəb olur. Və su kifayət qədər biz içməyəndə başımızda ağrılar olur, baş ağrıları meydana çıxır. Əgər sizdə baş ağrıları varsa, yorğunluq varsa, bunun bir səbəbi də elə məhz kifayət qədər su içməməkdir. Suyu necə içmək lazımdır? Buz kimi yox, normal otaq temperaturunda içmək olur. İçərisinə biraz limon və yaxud da tərxun, nanə kimi dad verici nəsə əlavə edə bilərsiniz. Telefonunuza qeyd edin. Telefonunuza qeyd edin ki, sizə xatırlatsın ki, su içmək lazımdır. Dostlarınıza deyin ki, mənim yadıma sal, su için. Siz də onun yadına sal. Bir-birinizə xatırladın ki, su içmək sağlamlıq üçün. Çünki mən öz sağlamlığımı özüm qorumalıyam. Bu mənim borcumdur. Sağlam olun, sağlam qalın. Hər birinizə sağlam olmağı arzulayıram.